Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammed və alihi tahirin. Salam ərz edirik. Ulum-i Hədis dərsi 7-ci cələsəsi xidmətizdəyik. Keçən dərsidə başladıq. Şiənin hədisinin yazılmağının tarixindən söhbət olundu. Və bildik ki, bura yetirdik ki, 4-cü və 5-ci qarnidə Hicri qəməri 4-cü və 5-ci qarnidə 4 dənə əsli kitab ki, Şiənin varıdı yazıldı. Əvvəlimci Kafi kitabıdır. İkinci Mən la yəhzurul fəqih kitabı. Üçüncü və dördüncü Təhzib və İstibsar kitabıdır. Kafi kitabın Koleyni, Şeyx Koleyni yazıb və Mən la yəhzuri Şeyx Səduq yazıbdır və o birisi iki kitabı Təhzib və İstibsarı Şeyx Tusi yazıblar. Bu üç dənə böyük alimin üçünün də adı Muhamməddir. Şeyx Koleyni ki, Muhammed ibn Yaqub, Şeyx Səduq, Muhammed ibn Əli və Şeyx Tusi, Muhammed ibn Cəfər. Bu üç nəfərə, üç alimə deyərlər Muhammedun-i Səlas. Ərəbicə yanı üç dənə Muhammed. Bəs 4-cü və 5-ci qarnidə üç dənə böyük alim ki, üçünün də adı Muhammeddir, Şiənin 4 dənə əsli hədisi kitabların toplayıb və yazıblar. Gəlirik, yetirik 11-ci qarniyə, yəni 400 il bundan qabaq. 400 il bundan qabaq ayrı kitablar, məcmuələr yazılıblar ki, çox əhəmiyyəti var. Bu kitablardan biz üçün istəyirik adapayaq bu dərsi də. Əvvəlimci Vafi kitabıdır. Vafi, Kitabul Vafi Mulla Muhsin Feyzi Kaşaninin kitabıdır. Feyzi Kaşani öcür ki, görürsünüz 1006-da dünyaya gəlib Kaşanda və 1090-cı ildə Hicri qəməridə dünyadan gediblər. Vafi Feyzi Kaşaninin ən yekə və mühüm kitabıdır. Feyzi Kaşani çoxlu elmlərdə əli var idi. Hədis, təfsir, fəlsəfə, tarix və ayrı elmlərdə. Feyzi Kaşaninin mühüm kitabı bu Vafi kitabıdır. Özü ki, təsvirdə görürük, şəkildə görürük, bu kitab Vafi, Kitabul Vafi adında. Feyzi Kaşani bu Kitabul Vafini bir ayrı kitabda xülasə eləyib, xırdaldıb, Şafi adında və yazıblar. Vafi kitabında Kutub-ı Ərbəəni yığıblar. Kutub-ı Ərbəəni yığıblar və ayrı kitablardan 50 ya 50-dən çox kitablardan da istifadə ediblər və bu kitabı yazıblar. İkinci kitab Vəsail-ü Şiədir. Vəsail-ü Şiə Şeyx Xurri Amuli, Muhammed ibn Həsən ibn Əli. Buna Amuli deyərlər, ona görə ki, Cəbəl Amuli Lübnanda dünyaya gəlib. Vəsail-ü Şiə çox ən mühüm və böyük kitablardandır ki, hər alimin məmulən evində olar. Hər böyük alim hətmən bu kitabı gərək olar ki, tez-tez bu kitaba müraciə eləyə, baxa və istifadə apara. Şeyx Xurri Amuli
Lübnanda dünyaya gəldi. 40 ildən sonra ki, Lübnanda dərs oxumuşdular, Məşhədə səfər elədilər. Və orada Məşhəddə qaldılar, dərs dedilər, kitab yazdılar və İmam Rıza əleyhisselamın hərəmində mədfun oldular. Vəsail-i Şiə kamil adı budur. Təfsil-i Vəsail-i Şiə ilə təhsil-i Məsail-i Şəriə. Bu kamil adıdır bu kitabın. Amma uləma deyərlər Vəsail-i Şiə, yəni bunu seçildiblər adın Vəsail-i Şiə məşhur olubdur. Vəsail-i Şiədə Kutub-i Ərbəənin, yəni o Muhammedun-i Səlas kitablarında nə mənə gətiriblər? Əhkama irtibatı olanları burada gətiribdir. Və 70 ayrı kitabdan da istifadə eləyib və bu kitabında bir yerə yığıbdır. Bu kitabın 35.850 dənə hədis var idi və 20 cildidə, 20 mücəllətdə çap olubdur. Vəsail-i Şiə üçün mühümmidir, ona görə ki, mühümmidir, bunun bəzi xüsusiyyətlərin, imtiyazların deməliyik. Bunun imtiyazlarından biri budur ki, kitabının axırında 12 fəslidə bir sözlər, bir müqəddəmələr, rivayət barəsində yazıblar ki, uləma bu sözlərə çox niyazları var və çox elmi və ağır sözlər var idi. Bu kitabın imtiyazlarından biri də budur ki, bu kitab eşitdik ki, tamam alimlər istifadə eləyərlər, bəhrə apayarlar və bu kitabdan biniyaz deyirlər. Kutub-i Ərbəəni yığıbdır bir yerə, qəşəh bunlara intizam veribdir, ayrı kitablardan istifadə eləyib və çoxlu ayrı imtiyazları var. Bu kitabın işkalı və eybi budur ki, hədislərin bəzi yerlərdə təkrar olubdur. 2 fəslidə görürsən gəlib, 2 unvanda gəlib, 3 unvanda gəlib bir hədis. Məsələn, namaz unvanının altında bir hədis gəlib, bir ayrı münasibət ilə, ayrı irtibat ilə oruç fəslində və unvanının da altında həman hədis gəlibdir. Bu təkrar ki, bais olur ki, kitab yekə görüşsün. İkinci işgalı budur ki, hədislər burada qətə olublar. Yəni, bir hədis ki, 3 sətr, bir səfə hədisin toludur. Bu fəqət bir sətrin, bir qismətin, 2 cümləsin, bir qismətin ki, unvan ilə irtibatı var, o anı kəsib, qət eləyib və gətiribdir unvanın altında. Ki, bu bais olur biraz çətinliklərə. Bəs Vafi Feyzi Kaşanının kitabı, Vəsail-i Şiə Şeyx Xürrə Amilinin kitabı və 3-cü mühüm kitab Bəharul Ənvar kitabıdır. Əllamiyyə Məclisi çox məşhurdur. Muhammed Baqir Məclisi, Muhammed Baqir ibn Muhammed Təqi ki, Əllamə Məclisi deyərlər. Əllamə yəni çox bilən, çox elmi olan. Görürük ki, 1037 ilində dünyaya gəliblər və 11-ci yəni qarnında olurlar. 160 kitab yazıblar Əllamiyyə Məclisi. Çox bərəkətli ömürləri var imiş. Bu 160 kitab ki yazıblar, bunun 86 kitabı farsı idi, qalanı ərəbi dilində yazıb. Bəharul Ənvar da
ən böyük və mühüm kitabıdır ki, ərəbi dilində və hədisləri yığıblı. Bəharul Ənvar 110 cildidə çap olubdur. 110 dənə mücəllətdə çap olub. Bəharul Ənvar Şiənin böyüklərin məcmuəsidir. Müxtəlif mövzularda. Bəhar ilə Vəsail-i Şiənin bir fərqi var. Vəsail-i Şiə əhkam barəsində olan hədisləri gətiribdir. Namaz, oruç, həc. Amma Bəharul Ənvar hər mövzu ki vardı, əxlaqi mövzular, tarixi mövzular, müxtəlif mövzularda bu Bəharul Ənvarı gətiribdir və bir məcmuədir ki, bu da alimlərin məmulən evlərində var və bundan biniyaz deyirlər. Bu kitab ən mühüm kitablardandır və müxtəlif unvanlarda, mövzularda Əhl-i Beyt və Peyğəmbərimiz və Peyğəmbərimizin Əhl-i Beytinin rivayətlərini gətiribdir. Bəharul Ənvarın xüsusiyyətlərindən, gözəlliklərindən budur ki, çox böyük, cami və böyük bir kitabdır. Deyə bilirik, tamam hədisləri bunda gətiribdir. Rivayətləri təbyin eləyib, tozih veribdir. Nüsxələrinin ixtilaflarına, fərqlərinə təvəccüh eləyibdir, tozih veribdir. Əhl-i sünnət rivayətlərini də o unvanların altında gətiribdir və rivayətlərin, ixtilafların və taarruzlarına təvəccüh eləyib və şərh eləyiblər. Üç dənə kitabı tanıdıq ki, ən mühüm kitablardandır, 11-ci qarnında yazılıbdır. Əvvəlimci Vafi oldu, Feyzi Kaşanının kitabı, ikinci Vəsail-i Şiə oldu və üçüncü Bəharul Ənvar. Ki, Vəsail-i Şiə və Bəharul Ənvar ən mühüm idilər, tanımaqlığı və hangi alimin evinə getsək, məmulən bu iki dənə kitab, hədisi kitab evində olar. İki dənə də ayrı bir kitab ki, sonra bunlardan sonra yazılıb və əhəmiyyəti var, istəyirik tanıyaq. Bir Cami-o Əhadis-i Şiədir. Cami-o Əhadis-i Şiə kitabı Ayətullah Burucerdi 50 il bundan qabaq dünyadan gediblər. Ayətullah Burucerdi Şiənin böyük zəimi və mərcəidir. 50 il bundan qabaq Allahın rəhmətinə gediblər. Bu bir kitab yazdı, Cami-ol Əhadis-i Şiə. Cami-o Əhadis-i Şiə. Cami yəni toplanmış, yığılmış. İstəyibdir ki, Vəsail-i Şiə ki, əhkam barəsindədir, unvanları, istədi Vəsail-i Şiəni təkmil eləsin. Və bu kitabı çoxlu imtiyazları vardı Vəsail-i Şiə. Bu kitabın imtiyazlarından və gözəlliklərindən budur ki, əhkam ayələrin, Qur'anın ayələri ki, əhkamın barəsindədir, namazın, orucun, həccin, ayrı əhkam, təharətin, dəstəmazın, bu ayələri Vəsail-i Şiə gətirməmişdir. Vəli Ayətullah Burucerdi bu kitabında bu ayələri də gətiribdir. Rivayətləri və hədisləri Vəsail-i Şiədə təqti olunmuşdur, qətə olunmuşdur. Vəli bu kitabda bu hədislər təkmil və bütün gəliblər. Rivayətlərin ixtilafları Vəsail-i Şiədə gəlib, amma onları tozih verilməyibdir. Amma bu kitabda Ayətullah Burucerdi bu ixtilafları tozih veriblər. İstəyirik ikinci kitabda ki, bu təzəlikdə yazılıb,
onu da tanıtdıraq. Bəs 2 dənə kitab təzə yazılıb. Biri Ayətullah Buruzerdi kitabıdır ki, əhkam barəsindədir. İkinci mühüm kitab Mizanul Hikmə kitabıdır. Bu 15 il, 20 il içində ki varıq çap olub və yazılıbdır. Muhammedi Reyşəhri. Bu kitab çox gözəl kitabdır. Ərəbi və farsi dilində yazılıbdır. Müxtəlif rivayətləri, müxtəlif hədisləri bu Mizanul Hikmədə gətiribdir. 15 cildidə yazılıb və bu kitabı xülasədə eləyiblər. 2 cildidə də xülasəsini çap eləyiblər. Müxtəlif mövzularda hər nə mövzu zehnə gələ demək olar ki, bu kitabda vardı. Əxlaqi mövzular, əhkam mövzuları, məxsusən əxlaqi, ictimaya, xanıvadiyə, əhl-i beytin barəsində və bir müminin sübdən axşama vəzifələrinin barəsində, giyməyinin barəsində və müxtəlif mövzular, çox başqa mövzular ki, çox bir nəfər istəsə bunu kitabı oxusun, çox ləzzət apayar. Bu kitab farsi və ərəbi dilinə yazılıb ki, ümidvarımızdır tezliklə tərcümə olunmuş ola İngilisiyə və Azəri və o birisi dillərə. Bu kitabdan inşallah internetdə saytlara getsə bu kitabı görə bildik və əgər ərəbi ya farsi bilsək bu kitabdan bəhr apayıb və istifadə edə bildik. Bu kitab eləyə bildik kompüterə tökə, ya quşuya tökə, mobayla tökə və istifadə eləyək. Amma tərcümə-i Azərisi bu günə kimi yazılmayıb ki, inşallah ümidvarımızdır. Bu kitab ki, çox məxsusən cavanların dərdinə dəyər, çox müxtəlif mövzularda sözlər və hədislər Peyğəmbərimizin və Əhl-i Beytidən gətiribdir. İnşallah istifadə olunar. Bəs bu dərsidə dedik ki, Şiənin hədis tarixində 4-cü və 5-ci qarnidə 4 dənə əsli kitab yazılıbdır. Və bu gəlir 11-ci qarnidə 2 dənə də ayrı kitab mühüm yazılır ki, 3 dənə dedik, ikisi ən mühümdür. Biri Vəsail-ü Şiədir, Şeyx Hurri Amuli yazıb əhkam barəsində. Biri də Bəharul Ənvardır ki, müxtəlif mövzularda bu kitab hədisləri yığıbdır. Və 2 dənə də bu təzə yazılan, bu əsrdə yazılan kitab, hədisi kitabı da yenə tanıdıq. İnşallah ki, bu kitablardan eləyə bilək, yaxşı istifadə eləyək və Peyğəmbər və Əhl-i Beytin hədislərindən, sünnətlərindən istifadə eləyək, tanış olaq və ona əməl eləyək. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Allah təbşirək.